Mövzumuz kimyanın ilkin anlayışlarıdır. İlk öncə baxaq görək kimya nədir? Kimya nəyə öyrənir? Kimya dedikdə o nəzərdə tutulur ki, kimya maddələr, onların tərkibi, quruluşu, xassələri, çevrilmələri və bu çevrilmələri idarə etmə üsulları haqqında elmdir. Ümumiyyətlə bizim ətrafımızda gördüyümüz bütün cisimlərin hər biri maddələrdən təşkil olunub. Biz də fizikada öyrənmişik ki, maddə nisbi sükunət kütləsi olub, daim hərəkət edən materiyanın bir növüdür. Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə deyirik maddələrin xassələri. Maddənin iki cür xassəsi var. Bir var fiziki xassə, bir də var kimyəvi xassə. İndi baxaq görək fiziki xassə nədir, kimyəvi xassə nədir? Fiziki xassə dedikdə o nəzərdə tutulur ki, maddənin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, ərimə və qaynama temperaturu, elektrik keçirmə qabiliyyəti 7 dənədir. Bunlar olur nə? Maddənin fiziki xassəsi. Bir də var maddənin kimyəvi xassəsi. Maddənin kimyəvi xassəsi dedikdə bu nəzərdə tutulur ki, bir maddənin başqa maddəyə çevrilməsi, başqa maddələrlə reaksiyaya daxil olma qabiliyyəti, bunlar hər biri olur maddənin kimyəvi xassəsi. İndi biz maddələri bilirik ki, bir sıra əlamətlərinə görə fərqləndiririk. Ən birinci olaraq maddələri fərqləndiririk nəyinə görə? Aqreqat halına görə. Deyirik ki, aqreqat halına görə maddələr normalda 4 qrupa bölünür, amma biz kimyada 3-ünü öyrənirik. Bərk, maye, qaz. 4-cü plazmada dedik, plazmanı fizikada öyrənirik, kimyada öyrənmirik. Bərk, maye, qaz. Birinci bu əlamətinə görə, yəni aqreqat halına görə fərqləndirdik. İkinci olaraq gəlirik fiziki xassələrinin sabitliyinə görə maddələri təsnif edirik. Var saf maddələr, var qarışıqlar. Şagirdlərin belə deyək, ilkin anlayışlarda ən çox çətinlik çəkdiyi nöqtələrdən biri bəlkə də bu ola bilər. Saf maddə ilə qarışığı fərqləndirməkdə. Bunun ən asan yolu odur ki, əgər biz hər hansısa bir maddəni deyiriksə, onun formulunu yaza biliriksə, yəni kimyəvi işarələrlə, kimyəvi simvollarla belə deyək, göstərə biliriksə, həmin maddə olur saf maddə. Məsələn, su haqqında danışanda deyirik ki, suyun formulu nədir? H2O-dur. Yəni, mən suyu kimyəvi formulundan, kimyəvi işarə ilə göstərə bildim. Bu oldu nə? Saf maddə. Amma qarışıqlar haqqında danışanda bunu eləyə bilmirik. Məsələn, hava. Havanı kimyəvi formulundan, kimyəvi işarə ilə göstərə bilmirəm və yaxud da neft, benzin, yağ yox, üzr istəyirəm. Yağ su qarışıq hesab olunur. Yəni havadır, benzindir, neftdir. Bunların heç birini kimyəvi işarə ilə, kimyəvi simvolla göstərə bilmirəm. Ona görə də bu maddələr nə hesab olunur? Qarışıq hesab olunur. Qaydasına gəldikdə isə qaydasında belədir ki, əgər bir maddənin sabit fiziki xassəsi varsa, həmin maddə saf maddədir. Yəni biz su haqqında danışanda dedik ki, su nədir? 0 dərəcə Selsidə donur. 100 dərəcə Selsidə qaynayır. Biz bunu bilirik. Yəni bu su üçün nədir? Sabitdir. Amma eyni şeyi hava üçün deyə bilərsən ki, hava filan temperaturda donur, filan temperaturda qaynayır. Tutaq ki, benzin haqqında ya neft haqqında bunları deyə bilmirsən. Çünki onların konkret ərimə qaynama temperaturu nəyəsə yoxdur. Ona görə də deyirsən ki, bir maddənin sabit fiziki xassəsi varsa, o saf maddədir və ya deyə bilərsən ki, maddəni dediyim zaman onun kimyəvi formulunu yaza bilirəmsə, bu saf maddədir. Əgər maddənin kimyəvi formulunu yaza bilmirəmsə və ya sabit fiziki xassəsi yoxdursa, həmin maddə nədir? Qarışıqdır. Bu da saf maddələr və qarışıqlar haqqında məlumat. Qarışıqlar özü iki qrupa bölünür. Var eyni cinsli qarışıqlar. Deməli, qarışıqlar iki qrupa bölündü. Var eyni cinsli, var müxtəlif cinsli. Eyni cinsli qarışıqların digər adı homogen qarışıqlardır. Homogen. Amma müxtəlif cinsli qarışıqların digər adı heterogen qarışıqlardır. Homogen qarışıqlar haqqında danışanda biz deyirik ki, və eyni cinsli qarışıqlar haqqında danışanda biz deyirik ki, onları adi gözlə və ya mikroskopla görmək mümkün deyil. Məsələn, tutaq ki, deyirəm, şəkər su qarışığı götürmüşəm.
Bu homogen qarışıqdır. Çünki şəkər suda neyinir? Həll olur. Onu biz adi gözlə və ya mikroskopla görə bilmirik. Amma yağla suyu qarışdırmışam. Mən yağı da, suyu da qarışığın tərkibində adi gözlə heç mikroskopa gərək yoxdur. Çılpaq gözlə yağ damlalarına, su damlalarını neyinirəm? Ayırt edə bilirəm. Bu olur nə? Müxtəlif cinsli qarışıq. Yəni bunlar sadə anlayışlardır, yadda qalan və başa düşülən şeylərdir. Burada heç bir çətinliyiniz olmayacaq. Ondan sonra gəldik tərkibinə görə maddələrin təsnifatı. Tərkibinə görə maddələr təsnif olunur. Belə deyim. Üzvü maddələr və qeyri-üzvü maddələr. İndi baxaq görək. Deməli, tərkibinə görə. Yox, bayaq dediyim mənşəyinə görə idi, üzr istəyirəm. Tərkibinə görə maddələr təsnif olundu. Bəsit maddələr və mürəkkəb maddələr. Mürəkkəb. Bəsit maddələr haqqında danışanda deyirik ki, bəsit maddələr tərkibində bir növ element atomu olan maddələrdir. Bax, bir sayda demirəm, bir növ element atomu olan maddədir. Məsələn, hidrogen, oksigen, S8, P4. Gördün, tərkibində bir növ element atomu var. Sayı çox ola bilər, problem yoxdur. Amma növü bir dənədir. Amma mürəkkəb maddələr haqqında danışanda deyirik ki, mürəkkəb maddələr tərkibində bir neçə növ element atomu olur. Sayı yenə çox olur, onda problem yoxdur. Amma növü çoxlu olur. Məsələn, yazıram H2O, sirkə turşusu, CH3COOH, nə bilim, sulfat turşusu. Gördün, hidrogen, oksigen, karbon, hidrogen, oksigen, hidrogen, kükürt, oksigen. Gördün, bir neçə növ element atomu var. Bunlar nə olur? Mürəkkəb maddələr hesab olunur. Bəsit maddələr özlüyündə iki qrupa bölünür. Var metallar və qeyri-metallar. Bunların hər birinin cədvəlini göndərəcəm ayrı-ayrılıqda. Çünki metalı, qeyri-metalı fərqləndirməyi bacarmalıyıq. Testlərdə bunlardan suallar düşür. Bu oldu bəsit maddələr üçün təsnifat. Mürəkkəb maddələr haqqında danışanda deyirik ki, onlar 4 qrupa bölünür. Oksidlər, əsaslar, turşular və duzlar. Bunlar oldu mürəkkəb maddələrin təsnifatı. Bunlar qeyri-üzvü birləşmələrin mühüm siniflərdə gedir. İnşallah bunları irəliləyən zamanlarda öyrənəcəyik. Bu da oldu mürəkkəb maddələrin təsnifatı. Daha sonra mənşəyinə görə maddələri təsnif edirik. Mənşəyinə görə maddələr bölünür iki qrupa. Var qeyri-üzvü maddələr, var üzvü maddələr. Qeyri-üzvü maddələr ümumiyyətcə deyirsən ki, bütün bəsit maddələr hər biri qeyri-üzvü maddədir. Həmçinin oksiddə, əsaslı, turşudu, duzdur. Burada öyrəndiyimiz. İrəliyən zamanlarda oksid, əsaslı, turşunu, duzu ayrı eləməyə onsuz da bacarasınız. Burada heç bir problem yoxdur. Bunların hər biri aid oldu nəyə? Qeyri-üzvü maddələrə. Üzvü maddələr haqqında danışanda isə deyirik ki, üzvü maddələrin tərkibində həmişə karbon və hidrogen neyinir? Olur. Bu mütləqdir. Yanında əlavə başqa elementlər ola bilər. Məsələn, karbon, ola bilər tutaş deyirəm azot, ola bilər halogenlərdən xlor, brom, metallardan bəziləri ola bilər, problem yoxdur. Amma həmişə və həmişə nə olur? Karbonla hidrogen olur. Yanında başqa elementlər ola bilər. Amma qeyri-üzvü maddələr, bayaq dediyim kimi, bütün bəsit maddələr, oksidlər, əsaslar, turşular, duzlar. Yəni bunları keçdikcə, öyrəndikcə artıq qeyri-üzvü maddə ilə üzvü maddəni fərqləndirə biləcəksiniz. Bu da mənşəyinə görə oldu təsnifat. Daha sonra qaydırıq geriyə. Yuxarıda biz qarışıqları öyrəndik ki, qarışıqlar iki qrupa bölündü. Eyni cinsli qarışıqlar və müxtəlif cinsli qarışıqlar. İndi deyə bilərsiniz ki, müəllim, bunları qarışdırdıq. Bəlkə mən ayırmaq istədim. Ürəyimdən keçdi, mən bunu ayırdım. Necə ayıra bilərəm? İndi bunu öyrənək görə eyni cinsli qarışıqları necə ayırırıq, müxtəlif cinsli qarışıqları necə ayırırıq? Ümumiyyətcə biz eyni cinsli qarışıqları ayırmaq istəyiriksə, bizə 4 dənə üsul lazım olacaq. Birinci olacaq buxarlandırma. İndi bir-bir gedək görək buxarlandırma vasitəsilə hansı qarışıqları ayıra bilərik. Buxarlandırma.
Buxarlandırma vasitəsilə biz dedik eyni qarışığı ayırırıq, söz yox. Amma bu zaman biz götürməliyik maye bərk qarışığı. Məsələn, tutaq ki, deyirəm su, üstə gələk duz. Su maye haldadır, duz bərk haldadır. Duzu suya tökdüm, həll elədim. Sonra qazanı qoydum, qazın üstə başladım qızdırmağa. Bir müddətdən sonra su 100 dərəcə Selsiyə keçdikdən sonra nə edəcək? Başlayacaq qaynamağa. Qaynadıqca buxarlanacaq. Duz nə edəcək? Qazanın dibində qalacaq. Bu olacaq nə? Buxarlandırma üsulu. Sadə bir üsuldur. Yəni burada qeyri-adi val nəsə yoxdur. Sadəcə burada qarışıq kimi götürməlisən maye bərk qarışığı. İkinci olaraq gəlir distillə. Distillə üsulu da homogen qarışıqdır. Lakin burada götürməlisən maye qarışığı. Məsələn, götürürəm spirtlə suyu. Mən spirtlə suyu əgər bir-birindən ayırmaq istəyirəmsə, yenə spirti suya tökdüm, adi gözlə görmədim, qoydum qazın üstə, başladım qızdırmağa. Biz bilirik ki, su 100 dərəcə Selsiyə qaynayanda spirt 100 dərəcə Selsiyadan aşağı temperaturda qaynayır, elə deyil. Onda ən birinci hansı buxarlanar? Əlbəttə ki, spirt. Spirt birinci buxarlanar. Əlbəttə ki, orada termometrdə qoyuruq. Yəni artıq temperatur 100 dərəcə Selsiyə çatanda nə edirik? Qızdırmanı dayandırırıq ki, su buxarlanmağa başlamasın, spirt sudan nə etmiş olsun? Ayrılmış olsun. Burada əgər biz tutaq ki, deyirəm, spirt buxarlarını təzədən mayeye çevirmək istəyiriksə, burada kondensasiya üsulundan da istifadə edə bilərik. Yəni təzədən spirtin buxarlarını buxarı mayeye çevirərək həm spirti, həm də suyu əldə edə bilərik. Bu oldu distillə üsulu ilə ayrılma. Daha sonra gəldi kristallaşdırma üsulu. Kristallaşdırma üsulu buxarlandırma ilə eynidir. Tək fərqi ondan ibarətdir ki, burada ayrılan maddəni kristallar formasında ayırırsan. Yəni burada da yenə maye bərk qarışığıdır. Maye bərk. Yenə su duzdur. Sadəcə tək fərqi burada duzu kristal formasında alırsan. Yəni normal duz formasında almırsan da belə deyək. Kristallar formasını əldə edirsən. Bu da oldu kristallaşdırma üsulu. Xromatoqrafiya üsulu bir maddənin belə deyim, bir qarışığın başqa həlledici tərəfindən absorpsiya olunmasına əsaslanır, yəni udulmasına əsaslanır. Yəni tutaq ki, deyirəm, buradan elə qeyri-adi bir suallar düşmür. Sadəcə onu bilməlisən ki, yəni belə deyim də, qarışığı götürürsən, həmin qarışığın tərkib hissələri başqa bir həlledici tərəfindən absorpsiya olunur, yəni udulur. Yəni burada da sual düşür ki, məsələn, xromatoqrafiya üsulu maddənin hansı xassəsinə əsaslanır? Avtomatik sən burada deyirsən ki, absorpsiya xassəsinə əsaslanır, yəni udulmasına. Bu da oldu nə? Xromatoqrafiya üsulu. Maddənin absorpsiya xassəsinə. Burada önəmlidir bu absorpsiya. Absorpsiya xassəsinə əsaslanır, yəni udulmasına. Mötərizədə yazım udulma mənasını başa düşəsiniz. Bu da oldu xromatoqrafiya üsulu. İndi belə deyim, eyni cinsli qarışıqların ayrılma üsulları 4 dənədir. Buxarlandırma, distillə, kristallaşdırma, xromatoqrafiya. Bunlar yadda qalandı. İndi keçdik müxtəlif cinsli qarışıqların ayrılma üsullarına. Müxtəlif cinsli qarışıqlarında ayrılma üsulu yenə 4 dənədir. Sadə şeylərdir, yadda qalan şeylərdir. Bunu da deyib dərsimizin birinci hissəsini yekunlaşdırıram. Birinci olaraq gəlir süzmə. Süzmə üsulu vasitəsilə biz ayırırıq maye bərk qarışıqların. Maye bərk qarışıqların. Məsələn, su, qum. Sadədir. Biz bilirik ki, qum suda həll olunur. Ona görə həmin o qarışığı hər hansı bir süzgəc vasitəsilə süzərik. Qum süzgəcin içərisində qalar, su isə axıb gedər. Artıq qumla suyu biz nə etmiş olarıq? Ayırmış olarıq. Bu oldu süzmə üsulu. Daha sonra çöktürmə üsulu. Çöktürmə üsulu da sadədir. Məsələn, tutaq ki, deyirəm, burada da yenə maye bərk qarışığı götürülür.
maye 5 qarışıq götürülür. Bu əslində süzmə üsulu ilə bir yerdə tətbiq olunur. Belə deyim də, gili suya tökəndə və yaxud da qumu suya tökəndə birinci çalxalayanda su neynir? Başlayır bulanmağa. Bir müddət sakit vəziyyətdə, yəni tərpətmədən saxlayanda yavaş-yavaş qumdu, gildi neynir? Qabın dibinə çökür. Qabın dibinə çökəndən sonra su ilə qum və ya su ilə gil fərqi yoxdur. Ayrılmış olur. Daha sonra onu süzgəcə tökdüyümüz zaman qum, gil fərqi yoxdur, süzgəcdə qalır, su isə axıb gedir. Yəni çökdürmə üsulu həmişə süzmə üsulu ilə bir yerdə tətbiq olunur. Sadə bir üsuldur. Daha sonra gəldik ayrıcı qıfla ayrılma üsuluna. Ayrıcı qıfla ayrılma üsulu maddələrin sıxlığına əsaslanır. Yəni sıxlıq fərqinə əsaslanır. Bunu necə tətbiq edirlər? İndi sizə onun şəklini göstərəcəm. Ayrıcı qıfla ayırma. Qıf bilirik də nədir? Qıf belə bir şeydir. Biraz sərgəsi çəkmiş ola bilərəm. Burada bir dənə elə bir ki, belə krant kimi bir şey olur. Belə böyük krantı çəkək. Burada maddəni əlavə, qarışığı daha doğrusu üzr istəyirəm, əlavə edirlər. Bir-iki heterogen qarışıqdır, söz yox. İndi bu qarışığı mən belə bu formada çəkməyim. Tutaq ki, yağ su qarışığı götürmüşəm. Yağ su qarışığı götürmüşəm. Bilirik ki, yağın sıxlığı, rho yağ, suyun sıxlığından nədir? Kiçikdir. Ona görə məntiqlə düşünsək, yağ üstdə qalar, su neyniyər? Aşağıda qalır. Elə deyil. Yəni, ayrıcı qıfla ayrılma üsulu deyirik ki, maddənin sıxlıq fərqinə əsaslanır. Sıxlığı az olan yuxarıda qalır, sıxlığı çox olan neyniyər? Aşağı çökür. Buradan bu krantı açırlar. Krantı açanda buradan su neynir? Başlayır qıf vasitəsilə aşağı tökülməyə. Su axıb qutarandan sonra buradan bu krantı bağlayır. Krantı bağlayanda avtomatik bu formaya gəlib düşür. Təzədən çəkirəm orasını. Elə bir ki, əvvəl burada var idi su, yağ. İndi qabın dibində sadəcə var nə? Yağ. Bura yenə krantdır. Burada su, yağ. Burada sadəcə qaldı nə? Yağ. Avtomatik su ilə yağ neynəmiş oldu? Bir-birindən ayrılmış oldu. Ayrıcı qıfla ayrılma üsulu dedik maddələrin sıxlıq fərqinə əsaslanır. Bu da oldu ayrıcı qıfla ayrılma və son maqnitlə təsir etmə. Bu da sadə bir şeydir əlbəttə ki, hamımız bilirik. Maqnitlə təsir etmə maddələrin maqnit xassəsinə əsaslanır. Tutaq ki, deyirəm, qumdur, dəmir tozudur. Qumla dəmir tozunu biz necə ayırarıq bir-birindən? Bilirik ki, maqniti yaxınlaşdırsaq, maqnit dəmir tozunu özünə çəkəcək, qum necə qalacaq? Avtomatik qumla dəmir tozu ayrılmış olacaq. Dərsimizin birinci hissəsi bura qədər, ikinci hissəsini isə atacağım davamını.